Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi olan Kaspian Agrodan hər birinizi bir daha salamlayırıq. Agro TV Azərbaycan canlı yayımlarını davam etdirir. Maraqlı qonaqlarımız oldu. Maraqlı müzakirələr apardıq. Hazırda da daha bir maraqlı qonağımız var. Onunla fikir mübadiləsi aparacağıq. Qonağımız isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovdur. Vüqar bəy, xoş gördük sizi. Xoş gördük. Öncə sərginin Azərbaycan üçün əhəmiyyətindən danışaq. Təşəkkür edirəm və buradan sizin vasitəsinizlə Agro TV kanallarını hazırda izləyən dünyanın hər bir yerindən olan izləyicilərimizi salamlayıram, başdan salam göndərirəm. Təşəkkür edirik. Sərginin əhəmiyyəti ildən ilə artır Sabir bəy. Əvvəlki illəri mən artıq 8-ci sərgidir ki, Kənd Təsərrüfatı Nazirliyi olaraq təşkilatçılıq qismində şəxslərdən biri olaraq iştirak edirəm və hər il o fərqi görürəm. Həm təşkilatçılıq baxımından, həm sərgiyə maraq baxımından, sərgidə iştirakçılıq səviyyəsi artıq olması baxımından. Faktiki olaraq biz bu sərgini sadəcə məhsulların nümayiş olunduğu bir platformaya çevirməmişik. Bu, hər bir tərəfin uduşlu çıxdığı bir platformadır. Buradan, bu sərgidən fermer də uduşlu çıxır, sahibkar da uduşlu çıxır, investor da uduşlu çıxır. Bu sərgidən həm də kənd təsərrüfatı üzrə ixtisaslaşmış mütəxəssislər, aqronomlar, baytarlar uduşlu çıxan tərəflərdir. Bu sözdə hər kəsə müsbət təsir var. Hər kəsin bəli, buradan aparacağı bir müsbət nəsə vardır və bu baxımdan sərginin marağın artması, 1-2 il bundan əvvəl hətta Kaspian Agro sərgisi il ərzində keçirilən sərgilər sırasında ən çox ziyarətçi cəlb edən bir sərgi idi, bir platforma idi və bu sevindirici idi. Və nəticə etibarı ilə bu ilki sərgimizdə bir neçə yeniliklər vardı. Bu yeniliklərdən biri artıq sərginin 4 gün ərzində keçirilməsidir. Əvvəlki illərdə 3 gün keçirildi. Artan marağı nəzərə alaraq və çox saylı iştirakçı saylarını, ölkələrin sayının artmasını nəzərə alaraq sərginin 4 gün keçirilməsi barədə qərar qəbul olunub. Gələn həftədən biraz, gələn ildən tam fərqli bir formatda keçiriləcək. Amma biz o formata artıq ediləcək yenilikləri bu sərgidə tətbiq etmişik. Bilirsiniz ki, Kaspian Agro sərgisi təkcə məhsulların, stendlərdə məhsulların, xidmətlərin, innovativ həllərin, müasir texnologiyaların nümayiş olunduğu bir yer deyil, həm də bir də maarifləndirmə platformasıdır. Fikir mübadiləsinin aparıldığı platformadır. Bilirsiniz ki, sağ tərəfdə indi yəqin ki, tamaşaçılarımız da görə bilərlər. Sərgi başlayandan bu günə qədər forum keçirilir və forum çərçivəsində kənd təsərrüfatının aktual məsələlərinə dair müxtəlif panel müzakirələr aparılır və bu müzakirələrdə yerli və xarici mütəxəssislər iştirak edirlər və hər kəs üçün açıqdır bu müzakirələrə. Fermerlərimiz də qatılır, media nümayəndələrimiz də qatılır və kifayət qədər sağlam müzakirələr aparılır və hər kəsin öyrənə biləcəyi, axtardığı suala tapa biləcəyi bir cavab var. Və biz də nazirlik olaraq bu il İTEK Kaspian təşkilatçı tərəflə birlikdə 31 ölkədən 450 şirkətin bu sərgidə iştirakını təmin etməyi bacarmışıq. Müxtəlif ölkələrdir, milli qruplar şəklində iştirak edən ölkələr vardı. Ayrı-ayrı ölkələrdən tanınmış şirkətlər öz məhsullarını çıxardıblar və fermerlər gəlirlər, bu məhsulları görürlər, dəyərləndirirlər və öz təsərrüfatlarında tətbiq etmək üçün ən azı lazım olan bir planlamaları apara bilirlər. Sahibkarlar o baxımdan uduşlu çıxır ki, sahibkarlar öz məhsullarına həm müştəri tapırlar, həm də yerli və xarici sahibkarlar arasında bir fikir mübadiləsi aparmaq üçün burada bir şərait yaranır, özlərinə yeni tərəfdaşlar tapa bilirlər. Kənd təsərrüfatı mütəxəssisləri üçün o baxımdan əhəmiyyətlidir ki, kənd təsərrüfatı davamlı inkişaf edən sahə olduğuna görə və son dönəmlər texnologiyaların daha çox tətbiq olunduğu sahə olduğuna görə yeni texnologiyalardan xəbər tuturlar və onları təcrübədə dəyərləndirmə imkanı qazanırlar. Və bu baxımdan sərgiyə artıq 3-cü gündür, sabahları, axşam saatlarında başa satacaq kifayət qədər axım var. Bəli. Bir şey dəqiqləşdirmək istəyirəm. Ötən illərlə müqayisədə bu il Kənd Təsərrüfatı Nazirliyinin stendində yenilik var. Həmin yenilik nədən ibarətdir? Nazirliyimiz həm öz stendindən təmsil olunur sərgidə, həm də bizim tabeli qurumların, o cümlədən Aqrar Tədarük Təsisat Açıq Səhmdar Cəmiyyətinin, Aqrar Xidmətlər Agentliyinin, Agroservis Açıq Səhmdar Cəmiyyətinin ayrı-ayrı stendləri vardır ki, bu qurumlar
fərqli platformalarda fərqli xidmətlər təklif edən qurumlarımızdır və bir də Aqrar Sığorta Fondunun ayrıca stendi vardı. Bir yenilik nədən ibarətdir? Biz hər il çalışırıq ki, kənd təsərrüfatı siyasətini həyata keçirən bu məsuliyyət üzərində olan qurum kimi iş yenilikləri biz tətbiq eləyək. Əsas yeniliklər ilk dəfə olaraq bu Kaspiyan Agro sərgiləri tarixində balıqçılıq üzrə müasir texnologiyaların nümayişi həyata keçirilir. Yəni bilirsiniz ki, artıq Sayın Prezidentin imzaladığı fərmana əsasən balıqçılıq da Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət sahəsinə daxil edilibdir və Azərbaycanda çoxsaylı balıqçılıq təsərrüfatları var. Süni göllər, süni göldə süni balıq yetişdiriciliyi və s. Və dünyada təbii ki, bunun müasir texnologiyalar var. O texnologiyaları biz nümayiş elətdiririk. Şirkətlər gətiriblər, nümayiş etdilər. Kimsə bu sahə ilə məşğul olmaq istəyirsə, gəlib onlardan həm texnologiya ilə tanış ola bilər, həm də o texnologiya ilə bağlı öz təsərrüfatına tətbiq etmək imkanını araşdıra bilər. Yeniliklərdən biri balıqçılıqla bağlıdır. İkinci, Kənd Təsərrüfatı Nazirliyi dünyadakı mövcud trendə uyğun olaraq konkret istiqamət üzrə bir layihə həyata keçirir. Bu, süni intellektin kənd təsərrüfatına tətbiqi ilə bağlı layihədir. Bir startup layihə çərçivəsindən bir geniş, təcrübi əhəmiyyət daşıyacaq bir layihə həddinə gəltirib çıxara biləcəyimiz bir işdir. Bu layihə ilə bağlı artıq ilkin strukturun formalaşması, hədəflər, məqsədlər, hansı işlərin aparılması bir ciddi bir planlama işi aparılıbdır və biz onu süni intellektlə bağlı olan həmin layihəni ilkin konturlarını Kənd Təsərrüfatı Nazirliyinin stendində nümayiş etdirdik və bununla bağlı bilirsiniz ki, sərginin ilk günündə dövlət başçısı cənab İlham Əliyev də sərgini ziyarət elədi və həmin layihə ilə bağlı cənab prezidentə də məlumat verildi. Dövlət rəsmiləri sərgimizi ziyarət eləyirlər. Vaxtlarından ayıraraq çoxlu xarici qonaqlar var. Bu günləri Pakistanın dövlət naziri Azərbaycanda səfərdə idi və dövlət naziri sərgini ziyarət elədi. Yaxşı, feedbacklər çox yaxşıdır. Hər tərəfdən, fermerlər tərəfindən də, iştirakçılar tərəfindən də, media tərəfindən də bilirsiniz ki, kənd təsərrüfatının üzrə ən böyük tədbir il ərzində Kaspiyan Agro sərgisidir və bu bütün diqqətlərin də, medianın da, ictimaiyyətin də, fermerlərin də, bütün bizim hədəf kütləmizin diqqətinin bu sərgidə olması təbiidir. Amma biz bir də bunu əvvəlki illərdən müqayisə etmək imkanımız var deyə hər alanda bunun daha da o marağın artdığını görürük. Son olaraq Vüqar müəllim, gələcək planlar barədə, yəni hədəflər nədən ibarətdir? Bununla bağlı məlumat verərdik. Təbii ki, kənd təsərrüfatında, kənd təsərrüfatı siyasəti və diplomatiyası olaraq çox ciddi trendlər vardı. Bunlardan biri təbii ki, bütün dünyada iqlim dəyişkənliyinin bütün sahələri olduğu kimi kənd təsərrüfatına da mənfi təsiri vardı və bu təsiri minimuma endirmək bu artıq dövlət olaraq, nazirlik olaraq bizim əsas missiyalarımızdan biridir və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi bir neçə addımlar atır. Bizim əsas hədəflərimizdən biri artıq fermerlərimizi ənənəvi əkinçilikdən, müasir əkinçiliyə o levelə keçirməkdir. O həddə aşmaqdır və bunun da yolu texnologiyaların mənimsənilməsindən gedir. Yəni, artıq fermerlər ənənəvi qaydada deyil, müasir texnologiyaların tətbiqi ilə su və torpaq resurslarından daha yaxşı istifadə eləyərək daha çox məhsul əldə edə bilərlər və paralel olaraq da daha çox məhsul əldə edilməsi həm ərzaq təhlükəsizliyinin təmin olunmasıdır, daha yaxşı təmin olunmasıdır, həm də fermerlərin gəlirlərinin artmasıdır və bu baxımdan bizim öndəki əsas hədəfimiz texnologiyaların mənimsənilməsidir. İnnovasiyaların kənd təsərrüfatında daha çox tətbiqinə nail olmaqdır ki, bu sərgilər də buna imkan verir. Mən bir neçə açıqlamamda sərgi ilə bağlı demişəm. Əvvəlki illərdə məsələn burada bir texnologiya nümayişi olunurdu və o texnologiya Azərbaycanda yox idi. İlk dəfədir gətirilib sərgidə Kaspiyan Agro sərgisində nümayiş olunmuşdu. Həmin texnika kənd təsərrüfatında səmərəlliyi, məhsuldarlığı son dərəcə artıra biləcək bir texnikadır və artıq bu il həmin texnikadan bizim təsərrüfatlarda 200-dən çoxdur. Yəni insanlar gəlirlər, baxırlar, dəyərləndirirlər, tətbiq edirlər, qazanc götürürlər, qazancları artır, məhsuldarlığı artır və hər kəs də bir-birinə baxaraq həmin texnologiyaları öz təsərrüfatına tətbiq edir. Sərgilər əslində bunun üçündür. Bunun üçündür. Yeniliklərlə tanış olmaq,
yenilikləri öyrənmək və yenilikləri tətbiq etmək. Və bizim əsas planlarımız zaten il boyu fəaliyyət planımızın ana xəttini bu təşkil edir. Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini genişləndirmək. Çox təşəkkür edirik Vüqar müəllim ətraflı məlumat üçün. Bir daha qeyd edim ki, qonağımız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov idi. Biz onunla sərginin əhəmiyyəti barədə fikir mübadiləsi apardıq. Agro TV-nin efirində növbəti canlı yayımızı sona çatdırdıq. Sağ olun, salamat qalın.